2019-cu ildə blok imtahanda istifadə olunan belə bir sual var. Demək deyir ki, nümunədəki sifətlərə aid səhv fikri müəyyən edin. İlk olaraq sən burada nümunəni oxuyacaqsan və oradan sifətləri seçməyə çalışacaqsan. Səfalı dağların yaşıl bağları. Bax, səfalı, yaşıl, eləmi? Dərd isimdir, dəva isimdir, cənnət isimdir, güşə isimdir. Tək-tək baxacaqsan. Bax, söz birləşməsi şəklində cümlə daxilində baxsan, ismin xüsusiyyətində, daha doğrusu sifətin xüsusiyyətini daşıyan ismi çaşıb sifət götürə bilərsən. Sağlayan an, ən feili sifətdir. Eləmi? Çay isimdir, buz isimdir, bulaq isimdir. Getdi. Gözəl, təbiət isim, nişanə isim. Eləmi? 3 dənə demək sifətimiz var. Deyək ki, 3-cü misrada 2 sifət işlənir. 3-cü misra hansıdır? 1, 2, bu da 3. 3-cü misrada heç sifət yoxdur ki. Bax, səni çaşdırmaq istəyir. Görsən, buzu, məsələn, buz bulaqlar, necə bulaq? O kimi. Və yaxud da hansı çay, çağlayan çay. Bunu da sənə sifət kimi götürəcəksən, yoxsa yox, onu maraqlanır. Amma görürsən ki, sifət deyil, cavabın A variantı olacaq. Bütün sifətlər təyin vəzifəsindədir. Hansı dağlar, hansı bağlar, hansı təbiət. Düzdür. Mürəkkəb sifət işlənməyib. Bu düzəltmə də o birisi də sadədir. Sifətlərdən biri isimdən düzəlmişdir. Səfa ismindən səfalı. Bu da düzdür. Sifətlərin hamısı adi dərəcədir. Görürük ki, adi dərəcədir.